Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Sağlıqla axşam buraxılışında hər birinizi xoş gördük. Bugünkü mövzumuz öddaşı xəstəliyi və onun müalicə üsullarıdır və studiyamızın qonağı HP Güvən Klinikanın tibb elmləri namizədi həkim cərrah Həzi Əslanovdur. Mövzumuza keçməmişdən öncə istərdim HP Güvən Klinikası haqqında məlumat verim sizə. Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Buna görə də 24 saat fəaliyyət göstərən HP Güvən Klinik sizin xidmətinizdədir. Klinika tibbin bütün sahələri üzrə yüksək səviyyədə keyfiyyətli xidmətlə çalışır. Mərkəzdə dünya standartlarına uyğun cihaz və reaktivlər istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tibbi xidmət göstərilir. Cərrahiyyə, laboratoriya, 24 saat pediatrik xidmət, check-up proqramları ilə sizin xidmətinizdədir. Təcrübəli həkimlər sizə kömək etməyə həmişə hazırdırlar. Güvən Klinik Atatürk prospekti 30/78-də yerləşir. Sağlamlığınız güvənli əllərdədir. Sağlam gələcək bizimlə gələcək. Bax belə, keçid almaq istəyirəm mövzumuza. Həzi bəy, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Xoş gördük sizi studiyamızda. Necəsiniz? Sağ olun, təşəkkür edirəm. Minnətdarım. Bax, istərdim öddaşı xəstəliyi haqqında danışasınız və onun, yəni, ilk öncə o xəstəlik haqqında danışasınız, sonra keçid alarıq onun müalicə metodlarına. Çox təşəkkür edirəm. Mən də ilk növbədə həm öz adımdan, həm də kollektivimiz adından həyatımıza yenicə qədəm qoyulmuş 2012-ci il münasibətilə bütün tamaşaçıları təbrik edirəm. Həyatlarının sağlıqlı olmasını arzulayıram. Öddaşı xəstəliyi mövzusunun seçilməsi də təsadüfən deyildir. Bu xəstəlik son illərdə çox artmaqda olan bir xəstəlikdir. Və son illərin statistikasına görə inkişaf etmiş ölkələrdə bu xəstəlik daha çox rast gəlinir. Bu xəstəlik artıq sosial bir problemə çevrilməkdədir. Yəni, statistika göstərir ki, inkişaf etmiş ölkələrdə əhalinin 10-15%-ında bu xəstəliyə rast gəlinir. Yəni, kifayət qədər böyük bir göstəricidir ki, hər 100 nəfərdən 10-15 nəfərdə bu xəstəliyə təsadüf olunur. Və ona görə də xüsusən də bu xəstəliyin insanların aktiv həyat tərzi, yəni aktiv iş dövrlərində həyatların aktiv bir dövrünə təsadüf etdiyinə görə bu bir sıra problemlərlə üzləşə bilər və insanların əmək qabiliyyətlərinə müəyyən fəsadlar yarada biləcək bir patologiyadır. Öddaşı xəstəliyi ümumiyyətlə öd kisəsində və öd yollarında daşların əmələ gəlməsi ilə özünü büruzə verən bir xəstəlikdir və bunun da bir sıra səbəbləri mövcuddur. Və bu patologiyanın əmələ gəlməsində yəni öd daşları xüsusən bir sıra tərkiblərinə görə daha çox xolesterin mənşəli, pigment mənşəli və kalsium mənşəli olur, kalsium tərkibli olurlar və daha çox da pigment mənşəli daşlara təsadüf olunurlar. Yəni bu daşlar da öd kisəsində çox saylı ola bilər, tək ola bilərlər və hətta yüzlərlə təsadüf oluna bilərlər. Xəstəliyin əmələ gəlməsi səbəbləri çox saylıdır, müxtəlifdir. Yəni, ən başlıca səbəb insanların qidalanma rejimidir, yəni qidalanma tərzidir. İnsanlar daha çox qidalı, yəni yağlı, zulallə zəngin qidalarla qidalandıqda bu xəstəliyin rast gəlmə tezliyi də bir o qədər yüksək olur. Yəni, insan nə qədər çox yağlı qida qəbul edirsə və nə qədər çox az hərəkət edirsə, bu artıq daşların əmələ gəlməsi üçün... Demək, ən başlıca səbəb, yəni bax bu bir çox səbəblər var, amma ən başlıca səbəb insanların düzgün qidalanmamasıdır. Bəli, birinci növbədə qidalanma, yəni qida rasionunun genişliyi, təbii ki, son illərdə, yəni bir misal gətirmə, əvvəlki illərdə xəstələr daha çox cərrahi patologiya ilə əməliyyat olunan xəstələr daha çox apendisitlə müraciət edirlər. Yəni, belə bir statistika vardır. Daha çox apendisit xəstəliyi, apendis sıxıntısına soxulcan varid sıxının iltihabı daha çox yayılmış bir xəstəlikdir. Lakin son illərdə isə bu daha arxa cərgələrə çəkilir. Öd daşı xəstəliyi daha öncül bir cərgədədir. Yəni, bu insanların qida rasionunun dəyişməsi və həyat tərzlərinin dəyişməsi ilə bilavasitə bağlı olan bir səbəbdir. Yəni, qidalanma rasionu ilə əlaqədar olaraq qida rejiminin də böyük rolu vardır. Yəni, öd kisəsinin funksiyasından ibarətdir ki, biz ac qaldığımız zaman, yəni qida qəbul eləmədiyimiz bir zamanda
öd kisəsində öd depolaşır. Yəni qaraciyərdə ifraz olunan öd kisəsində depolaşmış bir vəziyyətdə və həmin ödün maye hissəsi qana solur və qatılaşmış bir öd kisəsində toplanmış olur. Və biz qida qəbul etdikdən sonra reflektor olaraq bağırsaqdan gələn qıcıqlar öd kisəsindəki ödün bağırsağa, 12 barmaq bağırsağa tökülməsinə başlayır və qida həzmində iştirak edir. Və qidalanma rejiminin də pozulması, yəni uzun müddətli fasilələrlə qidalanma, gün ərzində az sayda qidalanmalar, ac qalma müddətlərinin intervalca artırması xəstələrdə öd kisəsindəki ödün qatılaşmasına səbəb olur və ödün litogenliyi artırır. Yəni daş əmələ gətirmə xüsusiyyəti artır. Və bəzən insanlar düşünürlər ki, yəni bunlar pəhrizdədirlər, uzun müddət az qalacaqlar, gündə bir dəfə qidalanacaq və yaxud da ki, gündə 2 dəfə ən maksimum qidalanırlar ki, yəni arıqlasınlar və yaxud da xüsusi bir bədən forması saxlasınlar və əksində onların sağlamlığına çox ciddi bir xələl gətirə bilər və düzgün qidalanmamaq onlarda öd daşlarının əmələ gəlməsinə səbəb ola bilən faktorlardandır. Digər səbəblər də var. Digər səbəblər xəstədə, yəni öd kisəsinin iltihablaşması problemidir. Yəni öd kisəsinin iltihabı, öd kisəsində olan ödün infeksiyalaşması, öd kisəsi divarlarının iltihablaşmasıdır və bu da bilavasitə öd yolu bağırsaqla əlaqəli olan bir orqandır və infeksiyanın bağırsaqdan öd kisəsinə keçib, öd yollarına keçməsinə və digər hallarda isə qandan və yaxud limfa yolu ilə öd kisəsinin infeksiyalaşması baş verir və öd kisəsinin tərkibində olan ödün infeksiyalaşması da və öd kisəsinin özünün infeksiyalaşması öd kisəsində daşların əmələ gəlməsi risklərini artırmış olur. Bəs bu diaqnostikası necə aparılır? Diaqnostikadan öncə mən bir şeyləri də nəzərinizə çatdırım ki, burada xəstələrdə, xüsusən də hamilə qadınlarda, az yəni hərəkət tərzi keçirən insanlarda öd daşlarının əmələ gəlməsi artır. Yəni çünki ödün daşların əmələ gəlməsindən səbəblərindən biri də öd durğunluğudur. Öd kisəsində olan ödün yəni bağırsağa tökülməsinin ləngiməsidir və bu durğunluq da eyni zamanda daşların əmələ gəlməsini artıran faktorlardır. Bax Həzi bəy, bəs yəni ümumiyyətcə hansı simptomlarla biruzə verir özünü? Bu xəstəliyin simptomları çoxsaylıdır. Əsas narahatçılıq xəstələrdə sağ qabırğa altında ağrıların olmasıdır. Bəzən tutma şəkilli ağrılar, yəni öd daşlarının öd kisəsi axarına, öd kisəsi boyun nahiyəsində pərçilməndiyi hallarda kəskin tutma şəkilli ağrılar meydana çıxır. Lakin əksər hallarda xəstələrdə sağ qabırğa altında və sağ kürək nahiyəsinə iradiyyasiya edən, sağ çiyin nahiyəsinə iradiyyasiya edən daimi küt ağrıların olması və eyni zamanda xəstələrdə köp, ağızda acılıq, gəyirmə hissi və bu kimi narahatçılıqlar xəstələrdə... Demək, bunlar hamısı öd... Bəli, yəni xroniki bir halda olan xəstəliklərdə, xəstəliyin kəskinləşmə dövründə, xüsusən də yəni dediyimiz kimi öd kisəsinin axarının daşla tutulması, öd kisəsi boyun nahiyəsinin daşla tutulması səbəbindən, kəskin, yəni infeksiyanın prosesə qoşulması səbəbindən xəstələrdə digər əlamətlərdə, eyni zamanda yəni hərarətin yüksəlməsi, ürək bulanma, qusma və bu kimi kəskinləşmə dövrlərində əlamətlər xroniki dövrə nisbətən daha ciddi bir vəziyyət almış olacaqdır. Xəstəliyin diaqnostikasında son zamanlar təbabət getdikcə, yəni inkişaf elədikcə diaqnostika problemləri daha da asanlaşır, daha da rahat olur. Ən müasir, yəni ilkin diaqnostika xəstənin müayinəsidir. Xəstənin müayinəsi, xəstəyə baxış, xəstənin anamnezinin toplanması, ağrılarının nə zaman başlanması, hansı müddətə davam eləməsi, xüsusən də yağlı qidalardan sonra xəstədə ağrıların, sağ qabırğa altı nahiyyəti ağrıların əmələ gəlməsi, köpün artması, bu kimi əlamətlər və hansı müddətdə olması, bu artıq xəstələrdə öd daşı xəstəliyinin olması haqqında təsəvvürləri artırır və ondan sonra aparılan instrumental müayinələr, xüsusən ultrasonografiya və ondan sonra ağırlaşmış formalar olduqda kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, maqnit rezonans xolangioqrafiya, bu kimi müayinələr öd daşlarının diaqnostikasını asanlaşdırır və bu cür çoxsaylı müayinə üsulları mövcuddur. Ümumiyyətcə, bax, öd daşı xəstəliyi digər hansı xəstəliklərə yol aça bilər? Yəni, fəsadları nədir? Çox təşəkkür edirəm suala görə. Öd daşı xəstəliyinin bir sıra fəsadları mövcuddur. Yəni, bu bilavasitə öd kisəsi ilə qonşu olan orqanların patologiyaları ilə də yanaşı ola bilər və bilavasitə öd kisəsinin özündə olan patologiyalar. Yəni, öd kisəsində olan daşların verdiyi fəsadlardan ən ilkini, ən çox rast gəlinəni öd daşlarının öd axarlarına düşməsidir. Yəni, ümumi öd axarı deyilən bir axar, hansı ki, qaraciyərlə 12 barmaq bağırsağı birləşdirən bir axardır və qaraciyərdən və eyni zamanda öd kisəsindən axan öd
həmin axar vasitəsilə 12 barmaq bağırsağa tökülür. Daşların öd kisəsindən öd axarına düşməsi, yəni miqrasiya eləməsi ümumi öd axarında blokun yaranmasına, yəni axarın qabağının tıxanmasına səbəb ola bilər və bu da xəstədə sarılıq əlamətlərinin meydana çıxmasına özünü biruzə verəcəkdir. Bundan başqa bir sıra ağırlaşmalar da mövcuddur. Həmin sarılıqdan sonra ödün infeksiyalaşması, Hal-hazırda Həzibə görüntülərdə gördüyümüz kimi və bu bizim bilavasitə əməliyyat elədiyimiz xəstələrdə öd daşlarını göstərir və gördüyümüz kimi xəstələrdə öd daşları çox saylı. Yəni bir öddən bu neçə... Göründüyü kimi görürsünüz, öd kisəsinin tərkibi mənfəzi daşdan doludur. Hal-hazırki kadrlarda artıq çürümüş, qanqrenlaşmış öd kisəsi var. Görürsünüz, öd kisəsinin mənfəzini tutan təxminən 5 santimetrə yaxın bir daş öd kisəsinin tamamilə öd kisəsinin mənfəzini doldurmuşdur. Bu kadrda isə daşlar tamamı müxtəlif ölçülərdə, müxtəlif figurları xatırladan daşlar vardır. Lakin digər kadrlarda gördüyümüz kimi müxtəlif olabilir. Bu sayda, yəni daşlar yerləşir. Öd kisəsində bəzən bir daş, bəzən isə yüzlərlə daş toplana bilər. Öd kisəsinin tutumu normalda 50-60 millilitr həcmindədir. Amma öd kisəsi iltihablaşdıqda təbii ki, bir qədər böyüyür, gərginləşir. Amma onun içərisində mənfəzində toplanan daşların sayını görürsünüz ki, hətta yüzlərlə ölçülə bilər. Təbii ki, daşları artdıqca o kəskin şəkildə yəqin ki, ağrılar verməyə başlayır. Yəni, bəzi halda, bilavasitə onunla bu daşların sayı ilə bağlı deyil. Bəzən bir ədəd, kiçik ölçülü bir daşın yaratdığı fəsad yüzlərlə daşın gedişatında meydana çıxa bilən fəsadlardan daha çox ola bilər. Yəni, bu da xəstəliklərdə, xəstəliyin fərdi xüsusiyyətləri, insan orqanizmlərin fərdi rezistensliyi, xəstəliyə qarşı olan müqavimət xüsusiyyətləri və eyni zamanda daşın hansı ölçüdə olması və öd kisəsinin arasında yerləşməsi, yəni kiçik bir ölçüdə daş öd kisəsinin boyun nahiyəsini pərçimləyə bilər və yaxud ümumi daxarına düşə bilər, ciddi fəsadlar yarada bilər. Amma öd kisəsində bəzən yüzlərlə daşlar ola bilər və xəstədə o daşların olması haqqında heç məlumat olmaya bilər. Və təsadüfi bir müayinə zamanı və başqa bir həkimə müraciət elədiyi zaman öd kisəsində daşlar aşkarlana bilər. Yəni bu müayinə zamanı, xüsusən də UZI bu müayinələr zamanı bu daşlar aşkarlanır mı? Bəli. Ən çox daha rahat müayinə oluna bilən, yəni aparıla bilən müayinə, mobil müayinə və standart olan bir müayinə ultrasəs müayinəsidir. Hansı ki, bunu dinamik olaraq bir neçə dəfə, gün ərzində bir neçə dəfə təkrarlamaq olar. Hansı ki, xəstəyə heç bir ziyanı yoxdur və hətta əməliyyat vaxtı müəyyən bir problemə yarandığı zaman ultrasəs müayinəsi intraoperasyon eləmək mümkündür. Hansıdır ki, bizim klinikada bu həyata keçirilir. Bax, istərdim Həzibə, biraz da müalicəsindən danışasın. Müalicəsi necə aparılır? Öd daşı xəstəliyinin müalicəsi ümumən cərrahi yolundandır. Xüsusən el arasında bəzən lal daşlar və yaxud da simptomsuz dediyimiz bir daşlar olduqda müalicə bir qədər fərqli yanaşma ola bilər və xəstələr bu zaman belə bir tendensiya var ki, əgər xəstəlik kəskinləşmə dövründə deyilsə və yaxud da ki, xəstəyə heç bir narahatsızlıq yaratmırsa, bu əməliyyat eləməmək də olar. Lakin bu xəstəliyin qeyd elədiyimiz fəsadları düşündükdə bu daha ciddi bir problem yaradır. Yəni biz gözləyək ki, haçansa əksər hallarda xəstədə kəskin bir dövrdə olduğu zaman, yəni xroniki xəstəliyin kəskinləşməsi və yaxud da kəskin bir kalkulyoz daşlı xolestiti varsa, bu xəstələr həmin dövrdə və yaxud da ki, bir neçə gün ərzində aparılan əməliyyat hazırlıqdan sonra əməliyyat olunurlar və problem aradan qaldırılır. Lakin həmin simptomsuz daşların və yaxud da el arasında lal daşlar deyilən bu daşlar olduğu zaman müalicə taktikası bir qədər fərqli olur və xəstələrdə anamnestik olaraq əvvəllər də bu daşın ağrıları olubmu, yaradıbmı? Yəni xəstədə bəzən daimi küt ağrıları var, bunu başqa bir səbəblə əlaqələndirir. Təsadüfi müayinə zamanı düşərsə daşlar aşkarlanır və ümumən bu xəstəliyin müalicəsi cərrahi üsulla aparılır. Və cərrahi müayinənin də iki növ daha çox geniş, yəni bu az invaziv, az travmatik olan laparoskopik əməliyyatlar və açıq əməliyyatlar, ənənəvi usulla aparılan əməliyyatlar. Bunlar fərqləri nədir bu əməliyyatlar? Bunların fərqləri ondan ibarətdir ki, açıq əməliyyatlar xəstədə qarın ön divarında müəyyən ölçüdə 10, 15, 12 xəstənin çəkisinə, yaşına, xəstəliyin xarakterinə uyğun olaraq aparılan bir kəsiyə aparılır və həmin açıq əməliyyatlar həyata keçirilir, öd kisəsi xaric olunur.
Laparoskopik əməliyyatın xüsusiyyəti fərqi isə ondan ibarətdir ki, xəstənin qarın ön divarında bir neçə ədəd 1 santimetrlik, 1 və 0,5 santimetrlik aparılan dəri kəsiklərindən alətlər qarın boşluğuna yeridilir və xüsusi qurğunun nəzarəti ilə yəni bu əməliyyatlar həyata keçirilir. Mahiyyət ikisində də eynidir. İkisində də öd kisəsi xaric edilir. Amma digər travmatiklikdə böyük fərq var. Xəstənin açıq əməliyyatı zamanı, xəstənin qarın divarında aparılan kəsikdən sonra xəstədə əməliyyatdan sonraki dövrdə bir neçə gün ərzində xəstə həmin ağrıdan əziyyət çəkir. Amma laparoskopik əməliyyatlarda, yəni az invaziv əməliyyatlardan sonra isə xəstə həmin günü aktivləşə bilir, xəstə həmin günü qidalandırıla bilir, xəstə bir gün sonra stasionardan evə yazıla bilir. Və xəstənin stasionarda yatma müddəti azaldığına görə xəstənin vurulan, xəstənin qəbul elədiyi dərmanların miqdarı da azalmış olur. Və eyni zamanda xəstə daha tez bir zamanda aktiv həyat tərzinə qayıdır. Yəni öz işinə, öz evinə, öz ailəsinə daha tez bir müddətdə qayıdır və ağrılar da az olduğuna görə bu xəstə özünü daha rahat hiss edir. Yəni daha laparoskopik belə başa düşdüm ki, daha yəni xəstə üçün daha əlverişlidir. Xəstə üçün bəli, daha əlverişli və bir üsuldur. Son illərdə də ki, təbii ki, yəni bu üsula daha böyük üstünlük verilir. Axırdan sonra yəni bizim vətəndaşlarımız da, xəstələrimiz də o üsula daha yəni ilk öncə bu üsulun mahiyyətindən biraz qorxu çəkirdilər ki, yəni necə ola bilər ki, insan gözü görməyə qarın boşluğunda əməliyyat aparasan, yəni bir televiziya monitora baxarsan, monitora baxmaqla qarın boşluğunda əməliyyat eləyəsən, bundan qorxurdular insanlar. Son illərdə təbii ki, bu sizin verilişlər və digər kimi verilişlərin apardığı təbliğatlar və insanların müraciətləri əsasında təbii ki, artıq daha çox insanlar gəlib müraciət edirlər ki, lazerlə əməliyyat istəyir. Təbii ki, burada heç bir lazerdən istifadə olunmur. Heç bir lazer şüasından istifadə olunmadan aparılan bir əməliyyatdır. Sadəcə olaraq el arasında laparoskopik əməliyyatın mahiyyətini bir qədər başa düşməyən və yaxud da ki, bilməyən insanlar təbii ki, onu lazer əməliyyatı kimi qiymətləndirirlər. Amma ki, təbii ki, orada heç bir lazer istifadə olunmur. Əməliyyat laparoskopik üsulundandır. Bu üsul da açıq əməliyyata nisbətən daha effektivdir. Yəni, xəstə üçün daha praktikdir. Təbii ki, bu fəsadlar meydana çıxmadığı hallarda icra olunmalıdır. Yəni, bu da fərdi bir yanaşmadır. Bütün xəstələri aparmaq olmaz. Bayaq göstərdiyimiz kadrlarda gördünüz, öd kisəsi tamamilə çürümüş, dağılmış bir vəziyyətdədir. Yəni, bu zaman öd daşının öd axarına düşdüyü bir zamanda yəni, onu əməliyyat eləmək problemdir. Yəni, o əməliyyat, laparoskopik əməliyyat olunması üçün 2 etaplı əməliyyat oluna bilərlər. Birinci növbədə endoskopik yolla, yəni mədədən keçməklə endoskopik yolla bağırsaqdan daxil olub, yəni öd axarının bağırsağa açılan nahiyəsindən açaraq daşın oradan xaric edilməsi, xəstədə sarılıq əlamətlərini aradan qaldırdıqdan sonra, bir müddət sonra xəstəyə laparoskopik əməliyyat icra eləmək olur. Və yaxud da ki, xəstə bir momentli olaraq açıq üsulla əməliyyat həyata keçirilir və öd daşları, öd kisəsi və eyni zamanda öd axarlarında olan daşlar aradan götürülməklə də oradakı problem xəstənin patologiyasına uyğun olaraq korreksiya olunur. Həzi bəy, bayaqlara siz qeyd elədiniz ki, ümumiyyətcə bu öd kisəsinin əgər daş əmələ gəlibsə, artıq öd kisəsi mütləq xarici olunmalıdır. Belə başa düşdüm. Yəni, artıq bu qaçılmazdır. Bu, əgər xaric olunarsa, bəs bunun orqanizma nəsə bir yan fəsadı, bunun öd kisəsinin rolunu yerinə yetirəcəkdir? Bəli, belə bir qeyd elədik ki, öd daşlı xəstənin müalicəsi cərrahi yollardır. Cərrahi yoldur, bəli. Yalnız müəyyən tərkib daşlar var ki, və müəyyən qrup xəstələrdə uzun müddətli daş əridən preparatların verilməsi mümkündür. Amma bu zamanda təbii ki, daşın tərkibindən asılıdır. Daşın tərkibi və konsistensiyası, yəni yumşaqlığı və bərkliyindən asılı olaraq və yumşaq konsistensiyalı daşların kiçik ölçülə, uzun müddətli dərman qəbulundan sonra kiçik ölçülərə gəlməsi mümkün ola bilər. Və bu özü də bir fəsad yarada bilər, amma bu var. Yəni, xüsusən bu xalq təbabətlə məşğul olan insanlar xəstəyə bitki tərkibli dəmləmələr verirlər ki, uzun müddət qəbul eləsinlər daşlar ərisinlər və bu daşların kiçik ölçülərə gəlməsi və həmin dəmləmələrin öd qovucu xarakterdə olması, hansı ki, öd daşı xəstəliyi zamanı xəstəyə öd qovucu dərmanlar vermək olmaz qəti surətdə. Və öd qovucu təsiri səbəbindən həmin daşların öd yollarına düşməsi, miqrasiya etməsi və fəsadların əmələ gəlməsi tez-tez təsadüf olunur. Və
əgər xəstədə öd daşı varsa və yaxud da ki, fəsadlaşmış bir formadadırsa, tez-tez xəstədə ağrılar müşahidə olunursa, xəstəlik tez-tez residivləşirsə, yəni kəskinləşib və xroniki formaya keçirsə, burada müalicə cərrahi yolladır. Amma əməliyyat olunduqdan sonra xəstələrin həyat tərzində bir dəyişiklik olurmu? Bu sualınıza münasibətdə onu bildirim ki, xəstələrdə ümumən, yəni qeyd elədik ki, verilişimizin əvvəlində öd kisəsinin funksiyası ondan ibarətdir ki, biz qida qəbul eləmədiyimiz zamanda ödü özündə depolaşdırsın. Və qida qəbulundan sonra həmin depodakı öd bağırsağa tökülür və qidanın həzmini həyata keçirir. Öd kisəsi xaric edilmiş xəstələrdə isə əmələ gələn öd bilavasitə bağırsağa tökülür. Yəni, onun artıq depolaşma xüsusiyyəti yoxdur və bu zaman xəstələrin qidalanma rasionunda bir qədər fərqlilik əmələ gələ bilər. Yəni, xəstələrə tövsiyə olunur ki, bir müddət, yəni əksər hallarda bu belədir, 99% hallar deyə bilərik ki, bəlkə daha yüksək faiz hallarda xəstələrdə öd kisəsi əməliyyatından sonra həmin prosesə çox rahat uyğunlaşırlar və heç bir fəsaddan üzləşmirlər. Lakin bəzi hallarda ola bilər bu müəyyən bir narahatsızlıqlar, bağırsaq həzm sistemi traktı tərəfindən müəyyən bir narahatsızlıqlar yarada bilsin. Amma ümumən xəstələrə məsləhət görülür ki, əməliyyatdan sonraki dövrdə qida rasionuna fikir versinlər və daha tez-tez az həcmdə qidalar qəbul eləsinlər ki, sintez olunan öd gəlib bağırsağa daimi tökülür və qidanın həzmində iştirak eləsin, qidanın həzmi normal həyata keçirsin, xəstə üçün bir patologiya yaratmamış olsun. Həzi bəy, bax, sonda istərdim bu daşın əmələ gəlməməsi üçün, yəni bax, bu öddə problemi yaranmaması üçün tamaşaçılarımıza nə tövsiyələr verərdiniz ki, yəni bu xəstəliklər baş verməsin? Bəzən xəstələr bizə müraciət edirlər ki, mən öd kisəsinin çıxarılması yox, içindəki daşların çıxarılmasını istəyirəm. Yəni, bu mümkün deyil. Bunu bir şəkildə, bir mənada başa düşür. Yəni, tamaşaçılar bilməlidir. Müraciət edilir ki, mənim öd kisəmi istəmirəm çıxartma, amma içindəki daşları çıxardım. Və biz də başa salırıq. Əgər öd kisəsində bir patologiya yaranıbsa, orada daş əmələ gəlibsə, təzədən yenidən o daşlar əmələ gələcəkdir orada. Ona görə məsləhət görülmür ki, daş çıxarılsın, kisə saxlanılsın. Yəni, çox bir nadir hallarda, yəni qonşu orqanların, xüsusən mədaltı vəzin patologiyaları, ciddi bir pankreatit problemləri və daşsız xolestitlər olanda bəzən drenə, yəni o öd yolunda, o axarlarda olan təzyiqi aradan qaldırmaq üçün öd kisəsi saxlanılmaqla xaricə drenləşdirilə bilər və qısa müddət ərzində, yəni bir neçə müddətə və ondan sonra həmin drenaj xaric edildikdən sonra xəstə öz yenidən normal həyat tərzində qayıda bilir. Amma xəstələrin öd daşı ilə xəstələnməmələri üçün təbii ki, bunun üçün konkret bir sədlər yoxdur, konkret bir göstərişlər yoxdur. Bilavasitə bu cür həyat tərzi yaşayasan. Bəzən biz statistika göstərir ki, daha çox kök qadınlarda bu patologiya var. Amma xəstələr müraciət edirlər ki, doktor, mən çox arıqam. Həqiqətən görürsən ki, xəstə arıqdır, amma ödündə daşlar var. Demək, başqa səbəblər də var. Öd kisəsinin özünün patologiyaları, öd kisəsi axarının anadan gəlmə anomaliyaları ola bilər, hansı ki, öd durğunluğuna səbəb ola bilər. Öd kisəsinin, yəni qonşu orqanların patologiyaları ola bilər. Yəni 12 barmaq bağırsağı, mədaltı vəzi, mədənin xəstəlikləri ola bilər ki, bunlar da öd daşlarının əmələ gələn, öd durğunluğuna səbəb ola bilərlər. Amma ümumən xəstələrə, yəni xəstə olmayan tamaşaçılarımıza da məsləhət görərdim ki, birinci növbədə düzgün qidalanma rejimi və düzgün qidalanma rasionuna riayət eləsinlər. Çox yağlı qidalar qidalanmasınlar. Tez-tez qida qəbul eləsinlər, amma az miqdarda. Çox hərəkətli olsunlar. Qidalanmadan sonra qida qəbul edib yatmasınlar, dincəlməsinlər. Yəni, bunlar hamısı gələcəkdə öd daşlarının əmələ gəlməsində rolu olan bir patologiyalardır. Belə, Həzi bəy, çox sağ olun, təşəkkürlərimizi bildiririk. Əziz tamaşaçılar, xatırladım ki, mövzumuz öd daşı xəstəliyi və onun müalicə üsulları idi və studiyamızın qonağı HP Güvən Klinikanın tibb elmləri namizədi, həkim cərrah Həzi Aslanovudur. Sonda isə mən sizə bir məlumatı çatdırmaq istəyirəm. İtaliyanın Pirangeli Klinikasının və Ekzimer Lazer Mərkəzinin cərrah oftalmoloqu Ermano Skerati yanvarın 5-dən 9-una qədər bütün növ göz müayinə və müalicələrini HP Güvən Klinikasında həyata keçirəcəkdir. Gördüyünüz kimi də görüntülərdə həmin həkimin apardığı müalicələr və müayinələri görürsünüz. İstəyənlər buyurub HP Güvən Klinikasına yanvarın 5-dən 9-una kimi müraciət edə bilərlər. Mən sizinlə sabah yenidən görüşəcəm. Sağ olun, sağlıqlı qalın.